لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وأصحابه أجمعين وبعد. السلام عليكم ورحمة الله وبركاته. Və öncə hamımız təbrik edirik qardaşımızı xoş günlə. Allah subhanət hələ onu evlənməyin bizi duacı xeyirli bərəkət diləsin. Və xeyir bərəkət bu duanı Peyğəmbər sallallahu aleyhi ve sellem edərdi. O vaxt ki, iki zaman görəndə ki, evlənir. Və xeyir bərəkət o demək deyil ki, çoxlu mal olsun. Və çoxlu ev olsun və s. Çünki onda xeyir bərəkət olmur. Xeyir bərəkəti Allah'dır verən, necə ayımız da buyurdu. Çünki hər şey o əlindədir. Hər şey onun sözündə olur, bilən sözündə. O ol, o da olur. Və xeyir bərəkət insan malı az olanda da görsən ki, xeyirli olur, bərəkətli olur. Adam var ki, malı da hər şey var, Allah üçün xeyrə bərəkətə çatmıyor. Narahatdır. O düzgün axtarmayıb. Və belə baxanda hamı insanlar rahatçılıq axtarırlar, daxilən. Və əsr rahatçılıq da imandadır. Çünki mümin rahatçılığı ayrıdır. Belə rahatçılığı yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, nə qəribədir mümin həyatı. Əgər ona bir nəsə yaxşılıq olursa, o şükür edir. Və ya ona bir çətinlik olursa, o səbr edir. Yəni bu çıxış yollarıdır. İnsan nəsə yaxşılıq olanda ən birinci Rəbbin yadından çıxarmalı. Ən birinci Rəbbinə şükür etməlidir. Və bir çətinlik olanda da çıxış yolu səbirli olmalıdır. Ancaq bu iki şeylə həm yaxşılıqdan, həm pislikdən, çətinlikdən, bəladan qurtarmaq olar. Daxilən. Əks halda insan naşükür olur. Əks halda səbirsiz olanda xəstələnir. Allah Taala'nın hamısı əmirləri budur. Allah Subhanahu Taala gəlib bizə bu dini yollayıb ki, biz buna yaşayaq. Və bu dində də nə var? Hamısı xeyirdir. Nə xeyirdir deyib edin, nə ziyandır deyib etməyin. Hələ əvvəl gündən dinimiz insanlara zərər olan bir şeylərlə mübarizə aparır. Hələ birinci ayədə Quranda fikir versəz, Allah Subhanahu və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, oxuyun. Əmrdir ki, oxumaq. Və çoxlu əmrlər var Quranda. Və mübarizə aparır, məsələn, ən birinci daxildə olan əqidələrlə, fikirlərlə. Çünki insan daxili düzəlməsə, zahir düzəlməyəcək. Düzəlmiş kimi göstərsə də özün. Və ən birinci etiqadla mübarizə apardı dinimiz. O da şirklə. Çünki necə bilirsiniz, Kəbə ətrafı pirlərlə dolu idi, yəni obyektlərlə, bizim obyektlərə oxşayan. Və Kəbənin ətrafı dolu idi, 360-dan çox. Və Allah Subhanahu Peyğəmbərimiz əmr elədi ki, o pirləri götürsün Allah. Olmaz. Çünki onlar Allahdan çəkindirir.
Allahdan çəkindirir insanlar. Allahı layiqincə qiymətləndirilmir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi, hicilərə, o vaxtki hicilərə, bu cəhlə və s. dedi ki, onları ləğv ediyor. Düzdür, onlar dedilər ki, yox, bu bizim gəlir mənbəyimizdir. Bəs sən bizi problem edirsən. Və başladılar mübarizə aparmağa. Lakin dinimiz bir dənə bununla mübarizə aparmayın. Həmçinin mübarizə aparan məsələlərdən də biri dinimiz cahilliklə mübarizə aparır. Çünki dinimiz cahilliyi xoşlamaz. Ona görə əmr edib ki, oxuyaq. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, elm tələb eləmək hər bir müsəlman kişiyə və qadına fərzdir, vacibdir. Ona görə özü də tarixə fikir verəndə əsas elmlər ki var, olan banikçiləri müsəlmanlar olur. Və həmçinin dinimiz mübarizə və əxlaqsızlıqla. Yüksək əxlaqımız əmirliyir. Ona görə Quran-ı fikir versəz, insanlarla münasibətdə dinimiz ən gözəl münasibəti valideynlə birinci əmirliyir. O valideynin haqqı Allahın haqqından sonradır. Valideynin haqqı Allahın haqqından sonradır. Və sonra dinimiz, ümumiyyətlə insanlarla münasibət, qonşuyla münasibət, qohumla münasibət. Yəni, həyatın elə bir sahəsi yox, dinin o məsələyə toxunmasın. Toxunu və o sahədə necə düzgün hərəkət etməyi bizə bildirir. Sadəcə nə lazımdır? Oxuyub, əməl etmək və yaymaq. Həmçinin müharibə aparıb dinimiz, mübarizə aparıb şirtməklərlə, bəzi şeyləri şirtməklə. Çünki dinimiz xoşlayır orta yolu. Nəyəsə haqqını azaltmaq və ya nəyəsə haqqını çoxaltmaq olmaz. Ona görə Allah Subhanahu da buyurur ki, "Lə təğlu fi dinikum." Əhli kitaba müraciət olsa da Allah Subhanahu buyurur ki, dininizdə şirtməyin. Ona görə bizə əmr olunur ki, nə gəlir, o cürdə qəbul edək. Nə alçaldaq, nə azaldaq, nə də çoxaldaq. Və dinimiz də əlhamdülillah kamildir. Ən axırıncı ayələrdən də biri Allah Subhanahu buyurur ki, "Əl-yevmə akmaltu lekum dinakum." Yəni, bugün sənin dinin kamil oldu. Dinimiz kamildir. Yəni, o mənada heç nə ehtiyac yoxdur da artırmağa. Nə lazım idi ibadətlərdən? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə bildirir. Sadəcə ona əməl etmək lazımdır. Lakin insanlar görürsünüz ki, özlərindən ibadətlər çıxartdılar sonra və s. Və bu da müsəlmanların təbii ki, zəiflənməyinə səbəb olur. Ona görə dinimiz əmr edir ki, Quranda nə yazılıb, Peyğəmbərimiz nə deyib, onu əməl etmək sallallahu aleyhi ve sellem. Və şirkmək olmaz. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem həcdə bu şeytanı daş atan cəmaatda görür ki, bəzi müsəlmanlar daş atanda böyük daşlar götürürdü. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, dində şirkməyin. Bizdən qabaqçiləri məhz həlak olmağına səbəb dinlərin şirkmək olur. Və təsəvvür edin ki, əgər şeytanı daş atanda həcdə daş şirkmək olmazsa, gerək elə daş götürərsən ki, balaca olsun. Başqa məsələlər necə görürsən? Ona görə
Bu din insan həyat tərzidir, düzgün. Ona görə gəlir. Və dinimiz əlhamdülillah nəinki bu həyatı xoşbəxt edir insanı, rahatlaşdırır, həmçinin insan oruç dünyasında. Ona görə insan dinə ihtiyacı var. Birisi yaşayılmaz. Və çox danışmaq istəmirəm. Allah Subhanahu taala elhamdülillah qardaşımız bir halal toy deyib dinimizə, adətimizə uyğun. Allah taala xoşbəxt etsin. Amin. Yəni bu məclisdə dualar da qəbul olunur, çünki haram yoxdur. Başı məsələdə görürsən, araq tutub əlində deyir, dua eləyir. Hələ dua qəbul olunmur. Haram elə dua qəbul olunmaz. Duanın qəbul olmanın ədəbləri var. Ədəblərindən biri gələk halal olsun. Geyindiyi gün, giydiyi işləyir. Əlhamdülillah məclisimiz halal məclisdir. Bu məclisdə dualar da qəbul deyil. Allah Taala qardaşımızın özünə xeyir bərəkət eləsin. Amin. Allah subhanahu wa ta'ala belə halal nəsib etsin. Amin. Assalamu alaykum və rahmetullah. Aleyküm selam.